Hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyəcəniz. Bayram günlərində də sizin sağlamlığınızın keşiyində qalmaq üçün Mən Gülnar səhifələrinin təqdimatında Gümrah Həyatın vaxtıda həftə sonlarının ən maarifləndirici və ən reytingli tibbi proqramı Gümrah Həyat sizlərin qarşısındadır və yaxın bir saat ərzində dəyərli qonağımız sizlərin qarşısına dəvət eləmişik ki, həm bayramlaşaq, həm də sözsüz ki, hər birimiz onun sayəsində maariflənək. Bayram günlərinin dəyişilməz bir adəti var ki, ən sevdiyimiz insanları qonaq dəvət edirik, sevdiyimiz insanların evlərinə qonaq gedirik ki, bugün də ənənəmizə sadiq qalaraq adətlərimiz üzrə sevdiyimiz insanı, ən sevdiyimiz mütəxəssisimizi dəvət eləmişik sizlərin qarşısında. Çox maraqlı bir proqramımız ərsəyə gələcək ki, elə qonaq gəldiyiniz üçün çox təşəkkür edirik sizə. Bayramınız mübarək olsun Natavan xanım. Azərbaycan Tibb Universitetinin 1-ci Mamalıq Ginekoloq Kafedrasının professoru, tibb elmləri doktoru, ginekoloq endokrinoloq Natavan xanım Axundova studiyamızın, bayram buraxılışımızın özəl qonağıdır. Novruzunuz mübarək. Sizin də bayramınız mübarək olsun. Xalqımı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Qoy bu Novruz öz ayaqlarında xalqıma müjdələr gətirsin, yeni sevinçlər gətirsin, xalqımın balalarına nailiyyətlər gətirsin. Biz də bunlara baxıb fərəhlənək. Həqiqətən də bu qürur verici hissdir ki, son illər Azərbaycanda baş verən dəyişikliklər, müsbət dinamikada olan dəyişikliklər bu hər birimizi sevindirir. İstər səhiyyə sahəsində, istər digər sahələrdə. Biz də öz borcumuzda ki, vəzifə borcumuzu yerinə yetirməliyik. Biz səhiyyə sahəsində xidmətlərimizi daha da artırmalıyıq və ölkəmizə töhfələr verməliyik. Bir daha bayramımız mübarək olsun. Çox gözəl həqiqətən də sözlərdir, çox gözəl arzulardır. İnşallah ki, arzularımızın hər biri kim olsun. Həqiqətən də bu, belə deyək də, yaz yeni bir nəfəs deməkdir də. Novruz yeni bir ruzu bərəkətdir və Allah istəyən, arzulayan bütün evlərdən hər zaman uşaq səsi gəlməyə qismət eləsin. Bəzi hallarda qışda bu payızda, qışda əhvalımız daha bikef olursa, depressiv vəziyyətdə oluruqsa, mən düşünürəm ki, yazda hər şey yenilənir, bütün təbiət canlanır və əhval-ruhiyyəmizə də təsir göstərir. Elə sonsuzluq halından da danışacağam. Çünki Novruz yeni bir nəfəsdir. Necə ki, təbiətin yeni nəfəsidir, həyatımızda da yeni nəfəsin olması üçün mütləq ki, sizin kimi dəyərli professorlarımızın, dəyərli ziyalılarımızın o sehirli toxunuşları, dəyərli fikirləri və müalicələri mütləq gərəklidir. Elə istəyirəm sizdən ilk olaraq bu fəsil dəyişikliklə bağlı soruşum ki, dediyimiz kimi bugün fərqli istiqamətdə çalışacağıq ki, həm bayram havalı, həm də izləyicilərdən gələn sualları cavablandıraq ki, istər evli xanımlarda, istər subay xanımlarda hormonal vəziyyətlərində olan yazla bağlı dəyişikliklər barədə istəyəcəm əhatəli danışaq. Ümumiyyətlə, yaz fəsli görürsünüz təbiətin oyanışıdır. Burada bütün canlılarda oyanış baş verir. O cümlədən insan orqanizmində də bir çox dəyişikliklər baş verir. Bunun müsbət tərəfləri olsa da, hormonlarda sıçrayışlar olsa da, təbiətin görürsünüz bioritmlər dəyişir, gündüzlər uzanır, gecələr qısalmağa başlayır. Bütün bunlar hamısı bioritm bizim orqanizm üçün böyük bir rol oynayır. Təbiətin biz oyaq vəziyyətdə, bir də yatmış vəziyyətdə. Oyaq vəziyyətdə onda əlbəttə hormonlar başqa cür sintez olur. Məsələn, kortizolun sekresiyası səhər 8-də artır, axşam 6-da başqa cür sekresiya olunur da. Yəni fərqli sekresiyaları var. Bunlar da elə günün saatlarında dəyişdiyi kimi yaz fəslində də öz əksini tapır. Yaz fəslində bir çox hallarda menstrual siklin pozulmaları, orqanizm oyanışı ilə bağlı baş verə bilər. Amma bunun müsbət tərəfi ilə yanaşı, mənfi tərəfləri də vardır. Məsəl üçün, bəzi hipertoniklər, təzyiqi olan xəstələr, məsələn, klimakterik sindrom pis keçirən pasiyentlərdə bu dövrdə biraz dəyişikliklər yarana bilər. Ona görə yaz fəslində, hətta bəzən hamilələrdə fikir verilmişik biz, daha çox arterial təzyiqin yüksəlməsi ilə bağlı preeklamsiya, eklamsiya risklərinin artması da müşahidə oluna bilər. Və buna görə biz bir pasiyentlər ki, hansı ki risk qrupasına aiddir, o pasiyentləri xüsusi nəzarət altına alırıq ki, təbiətin oyanışlığı onlarda mənfi təsirlər yaratmasın, əksinə onlarda müsbət effektlər versin. Bəs sonsuzluq hallarında nəsə bir yenə də yüngül də olsa hormonal dəyişikliklər baş verər. Əgər orqanizm sağlamdırsa, o istənilən klimata uyğunlaşa bilir. Amma bəzi şeylər var ki, məsəl üçün, biz yenə də deyirəm, təbiətin oyanışı ilə bağlı xəstələrimizə tövsiyələr veririk. Amma orqanizm sağlamdırsa, o hər bir mübarizədən qalib çıxır. Əslində elədir. Məsələn, hamiləlik özü bir provokatordur da, təhrikdir, fizioloji təhrikdir. Əgər sağlam orqanizm varsa, o təhriklə mübarizə aparıb uğurlu nəticəyə imza ata bilir. Amma orqanizm problemlidirsə, görürsünüz, xəstə anadan çox vaxt xəstə uşaq da olur. Xəstə ana çox vaxt hamiləlik başa çatdıra bilmir. Yəni, belə şeyləri biz nəzərə alaraq
Ona görə elə belə pasientlər əvvəlcədən xüsusi nəzarətə götürürük. Bəli. Hamiləlikdən danışıqsa əgər hamiləlik dövründəki bir-iki məqamla bağlı suallarımı səsləndirim ki, ana bətnində olan körpə ananın hisslərini və yaxud da travmalarını necə qəbul edir? Yəni bəzi hallarda deyirlər ki, onu hiss eləmir, amma psixoloqlarımız qeyd edir ki, bunu hiss eləyir. Siz uzun illərdir bu sahədəsiz. Fetal psixologiya var. Yəni düzdür, bu son illərdə vüsət alınmış elmlərdən biridir. Sonra hətta fetal suitsid deyilən bir şey var. Dölün özü-özünü boğması, özü-özünü özünə qəsd yetirməsi, belə bir şeylər var. Əlbəttə, ananın stres situasiyaları dölün nəinki inkişafına, onun bətin daxilində formalaşmasına, məsələn, müxtəlif təsirlərə məruz qalmasına səbəb ola bilər. Xüsusilə vaxtından qabaq doğuşların yaranması düzdür. Sosial amillər qrupasına aid olsa da, vaxtdan qabaq doğuşların baş vermə səbəblərindən biri kimi lap tez-tez rast gəlinməsə də psixoloji faktorlar çox mühüm rol oynayır. Ailədə müxtəlif psixoloji təsirlərə məruz qalma, tez-tez tənqid olunmalar, tez-tez qınaq obyektinə çevrilmələr, bu psixoloji travmalarla yanaşı, həm də deməli, yaş faktorları, başqa faktorlar da məsəl üçün hamiləliyin gedişinə təsir göstərə bilər. Bəs qadının keçdiyi stres və yaxud da qorxu halları, təlaş halları qadının doğum prosesinə, sosial faktorlar içərisində deməli, vaxtdan qabaq doğuşların baş verməsinə təsir ola bilər. Ümumiyyətlə, ana hamiləliyi normal keçirməlidir. Onun ətrafdakılar dəstəkləməlidirlər. Çünki bu uşağın normal inkişafı hətta bətin daxili inkişaf dövründən müəyyən edilir. Məsəl üçün, bir neçə hallarla biz rast gəlmişik ki, deyir ki, göbək ciyəsi dölün boyuna bir neçə dolanıb. Xüsusilə fikir vermişik, müəyyən bir qrupla insanlar var ki, ailədə söz söhbəti olan, aqressiyalara məruz qalan qadınlarda bu hallar daha çox rast gəlir. Daha çoxdur. Hətta orada dölün 34, 33, 35 həftələr arasında hətta ani ölüm halları da baş verə bilər. Dölün ani ölüm halları da baş verə bilər. Bir mövzuya toxunmaq istəyirəm. Tam normal bir situasiyada, bir neçə dəfə situasiyada olmuşuq ki, məsələn, bir gün əvvəl Doppler göstəriciləri normal olub, kardiotoqografiya göstəriciləri normal olub, analiz göstəriciləri normal olub. 2 gün sonra gəlib ki, uşağım tərpənmir, ürək döyməsi yoxdur. Belə çox belə qəribə çox bir faciədir həqiqətən də, amma reallıq var ki, ədəbiyyatda da var. Var, ədəbiyyatda ani ölümü, necə insan yatıb durmur, bu da ani ölüm kimi. Bir məqama toxunmaq istəyirəm ki, səssiz düşüklər termini var. Tibbdə, ginekologiyada səssiz düşüklər termini var ki, bu həqiqətən qadının düşükdən xəbəri olmamasıyla bağlıdırmı, yoxsa bunu necə bilmək olar? Yəni səssiz düşük nədir? Səssiz düşük əslində indi bu loru dildə deyək də səssiz düşük deyirik, amma əslində bu subklinik abortlardır. Növbəti menstruasiya az qalmış və yaxud da menstruasiyadan az bir müddət keçmiş qadın hamilədir. Bəzən biokimyasal hamiləliklər də deyirlər ona və onlar düşüklərlə nəticələnir. Yəni erkən düşüklərlə nəticələnir. Necə ekstrakorporal mayalanmada çox saylı embrionlar əldə olunmur. Embrionların hamısı bölünmənin sonuncu mərhələsinə gəlib çata bilmirlər axı. Deyir A keyfiyyətli, B keyfiyyətli, C keyfiyyətli embrionlar, yəni daha keyfiyyətlilər daha çox bölünməyə məruz qalırlar və onlar transfer olunduqda uğurlu nəticələr olur. Burada da elə bir şey deyil. Orqanizmdə təbii yolla da hamiləlik baş versə, o hamiləliklərin hamısı uğurla nəticələnmir, düşüklərlə nəticələnir. Çünki xromosom anomaliyyət, məsələn, deyə bilər ki, mənim valideynlərin hər ikisinin xromosomları normaldır. Niyə problemli uşaqlar dünyaya gəldi? Ona görə ki, bu tam təsadüfi də ola bilər. Hüceyrələrin bölünməsi bizdən icazə almır. Yəni, hansısa faktordan, eksogen faktorlardan, endogen faktorlardan asılı olaraq düzgün bölünməyə də bilər və bu bölünmə, məsələn, hipotireozu olan pasientlərdə bu bölünmə prosesində problem yaranır və inkişafdan qalmış hamiləliklər var. Bu inkişafdan qalmış hamiləliklərə hansı əsas təsirlər, daxili və dediyiniz kimi endogen və yaxud da xarici təsirlərdən hansı təsir ola bilər ki, az bilinir, amma çox aktualdır? Ən çox aktual olan genetik faktorlardır, xromosom anomaliyalardır. Məsələn, xromosomların sayıca çox olması və yaxud da az olması bunlar inkişafdan qalmış hamiləliklərin yaranmasına səbəb olur. Buna görə də düşük materialları, əgər arzu olunan hamiləliklərdirsə, bundan sonraki hamiləliklər, düşük materialları mütləq sürətdə genetik müayinəyə məruz qalmalıdır, sitogenetik analizlər aparılmalıdır və s. və s.
Və bundan əlavə düşüklərin yaranma səbəbi endokrin faktorlar ola bilər. Məsələn, istənilən bir endokrin faktor sonsuzluğa səbəb olmaqla yanaşı, eyni zamanda o düşüklərin də baş verməsinə səbəb ola bilər. Məsələn, şəkərli diabetli pasientlərdə əgər o nəzarətsiz şəkərli diabetdirsə, yəni şəkəri düzgün nəzarətə alınmırsa, o pasientlərdə 3 aylıq şəkər deyirlər, glikogemoqlobin, onun səviyyəsi yüksək olur. 7%-dən yuxarı olduqda, 6,5%-ə qədər normaldır. 7%-dən yuxarı olduqda artıq inkişafdan qalmış hamiləliklərin düşüklərin baş verməsinə gətirib çıxara bilər. Çünki orada toxuma hipoksiyası baş verir, toxumanın oksigensizləşdirməsi baş verir və bu da düşüklərin yaranmasına səbəb ola bilər. Çünki glikogemoqlobin adi hemoqlobinə nisbətən oksigeni özündən gec buraxır və bu baxımdan da onlarda düşüklər yarana bilər. Maraqlı o haldır ki, 10%-dən yuxarı olduqda bu göstərici dölün ürək qüsurları yarana bilər, orada kardiomiopatiyalar və s. qüsurlar yarana bilər. Gördüyünüz kimi şəkərli diabet adi bir xəstəlik deyil, o xəstəlik düzdür, həyat tərzi deyirik, amma o nəzarətsiz buraxılanda çox şeylər, poliorqan dəyişikliklər, dölün qüsurlarının yaranmasına gətirib çıxara bilər. Yəni, düşüklərlə yanaşı görürsünüz, qüsurların da yaranmasına gətirib çıxardır. Ona görə endokrin problemlərin düzgün həll olunması, onun vaxtında korreksiya edilməsi olduqca vacibdir. Düşüklərin yaranması androgen hormonların çoxluğundan, insülin direncinin yüksək olmasından da yarana bilər. Çünki androgen hormonların çoxluğu aldığı halda istər, digər prolaktin çoxluğu olduğu hallarda sarı cisim çatışmamazlığı baş verir. Sarı cisim hamiləliyi 12 həftəyə qədər qoruyan bir cisimdir. O progesteron sintez edir, sonradan öz yerini ciftə verir. Deməli, bu progesteron difisində nə olacaq? Uşaqlıq daima yığılacaq, kontrakt olunacaq və bu da uşaqlığın içərisində olan döl yumurtasının düşməsinə səbəb ola bilər. Bununla yanaşı, həm də məsəl üçün kişi hormonlarının çoxluğu dölün xarici cinsiyyət orqanlarında qüsurların yaranmasına, buna yalançı qadın hermafroditizm deyilən bir şeyin yaranmasına səbəb ola bilər. Onun da düzgün korreksiyası olunması olduqca vacibdir. İnfeksiyalar. İnfeksiyalar, xroniki persistensiya eləyən infeksiyalar. Ümumiyyətlə, gizli iltihablar. Ginekologiyada çox məşhur bir termindir gizli iltihablar. Yəni, bəzi şeylərdə, məsəl üçün, tutaq ki, qadın sonsuzluqla bizə müraciət edir və bu sonsuzluqla müraciət edəndə hər şeyi yoxlayırıq, görürük bir problem yoxdur. Uşaqlıq boynu seliyinin qatılaşmasına səbəb olan, onun keçiriciliğini pozan bir neçə faktorlar var. Xüsusilə viral infeksiyalar var ki, bu infeksiyalar hətta immunoloji sonsuzluqla bir araya qoyulur. Və bunun üçün latent infeksiyanın, gizli infeksiyanın yoxlanması, uşaqlıq boynu kanalından, uşaqlıq yolunun tağlarından yaxmaların götürülərək əkilməsi, kultural müayinənin aparılması olduqca vacibdir və çıxan mikroblara qarşı müalicə aparılmalıdır. Mən bir ara bir maraqlı ədəbiyyatda məlumatlar oxudum. Məsələn, mikoplazma ilə ureoplazmanın çox vaxt bizim organizmimizin mikrobları kimi hesab edirlər və onları əvvəllər cinsi yolla yoxlanan infeksiya qrupuna aid edirlərsə, indi o qədər də bu barədə üzərində durmurlar və bunu disbioz kimi, yəni uşaqlıq yolunun disbiozu kimi dəyərləndirirlər. Amma belə maraqlı faktlar var ki, onların da uşaqlıq yolunda çoxalması digər infeksiyalara, digər bakteriyalara yol açır, onların inkişafına yol açır. Bu, vaxtından qabaq doğuşların, düşüklərin baş verməsinə, hətta bir də məqalə, Rusiyada dərc olmuş maraqlı bir məqalədə də qeyd edir ki, mikoplazma hominis və ureoplazma ureolytik maşkar olmuş pasientlərdə qanın laxtalanma sisteminə nəzarət olunmuşdur və görürlər ki, orada hiperkoagulyasiya baş verir, yəni qan qatılaşır. Deməli, belə çıxır ki, bu da inkişafdan qalmış hamiləliklərin yaranmasına gətirib çıxara bilər. O baxımdan, ümumiyyətlə, tək mikoplazma, ureoplazma söhbəti deyil, istənilən infeksiya qanın qatılaşmasına səbəb ola bilər. Çünki onlar, deməli, kəskin faza zülalları olan fibrinogen, C-reaktiv zülal, ferritin kimi maddələrin orqanizmdə çoxalmasına səbəb olur ki, bunlar da qanın qatılaşmasına gətirib çıxarır. Görürsünüz, COVID vaxtında bizim hamımız antiaqreqatlar, antikoagulantlar qəbul edirdik, qan sulandırıcılar mı deyək, qan durullaşdırıcılar mı deyək, bunları qəbul edirdik. Əslində, bunların qəbulu xüsusi göstərişlər əsasında aparılmalıdır, lakin ciddi nəzarət edərək aparılmalıdır. Onun hədsiz dərəcədə çox istifadə edilməsi qanaxmaya səbəb ola bilər. Mədə qanaxmasına, burun qanaxmasına və s. səbəb ola bilər. Bu da yaxşı, uğursuz nəticələrə, ağır, letal nəticələrə gətirib çıxarda bilər. İnkişafdan qalmış hamiləliklər və yaxud düşüklərin səbəbi son illərdə çox populyar olan antifosfolipid sindrom və yaxud da irsi trombofiliyalardır. Yəni, qanın qatılaşmasına səbəb olan faktorlardır. Bu xəstəliklər çoxdur.
qazanılmış trombofiliyalar, yəni qanı qatılaşdıran qazanılmış xəstəliklərin biri antifosfolipid sindrom deyirik. Biri, məsələn, autoimmun xəstəliklər, revmatoid artrit mi deyək, sklerodermiya mı deyək, qırmızı qurdeşenək mi deyək. Bu xəstəliklər qanın nəinki qanı qatılaşdırır, qan bütün birləşdirici toxuma harda var onu qatılaşdırır, onu zədələyir. Məsələn, qığırdaq da birləşdirici toxumadır, sümük də birləşdirici toxumadır, limfa da birləşdirici toxumadır, qanın özü birləşdirici toxumadır. Baxmayaq ki, durudur, adama elə gəlir ki, yumuşaq olmalıdır, elastik olmalıdır. Əslində, hər elastik şey birləşdirici toxuma deyil ki, gövşək birləşdirici toxuma dərimizdə var, bütün toxumalarda var. Amma qanın özü də birləşdirici toxumadır. Ona görə də o qanının özünü də qatılaşdırır və belə xəstələr çox vaxt trombozla üzləşirlər. Mən fikir vermişəm, bu qurdeşenəkli pasientlərin çoxunda inkişafdan qalmış hamiləliklər olur, uğursuz nəticələr olur. Nəinki inkişafdan qalmış hamiləliklər, düşüklər olur, erkən və gec düşüklər, hətta dölün bətn daxili. Tam normal uşaq, görünüş etibarilə tam normal uşaq var. Dölün bətn daxili ölümü, dölün bətn daxili inkişaf ləngiməsi müddətinə görə geri qalır uşaq. Hamiləliyin 20 həftəsindən sonra ağır hamiləlik patologiyası olan preeklamsiya, normal yerləşmiş çiftin vaxtından qabaq qopmasına səbəb olur. Görün, nə dəhşətli problemlərdir. Məhdəvə xanım, ümumiyyətlə günümüzdə dəhşətli problemlərdən biri də mən düşünürəm ki, günümüzdə qadınlar arasında olan özlərini əzgin hiss eləmək, yorğun hiss eləmək, mütəmadi belə əhvalsız olmaqları, bunların bəziləri düşünürlər ki, bu halların əksəriyyətini ginekoloji faktorlarla, hormonal faktorlarla əlaqələndirirlər ki, istəyəcəm sizdən soruşum ki, qadınların xroniki yorğunluğu, daimi özünü yorğun hiss eləməkləri ginekoloji amillərlə əlaqəlidirmi? Tək ginekoloji amillərlə deyil, digər ümumi başqa somatik xəstəliklərlə və yaxud da psixoloji statusu ilə də bağlı ola bilər. Fəsli dəyişikliklərin özlərində də, məsələn, görürsünüz, yaz gələndə hamı yatmaq istəyir. Deyir, yuxudan doymuram. Səhər tezdən dururam, durmaq istəmirəm. 5 dəqiqədə yatım, 5 dəqiqədə yatım. Doğrudan elədir. Fəsil dəyişəndə insanlarda yuxu rejimində də dəyişiklik yaranır. Görürsən, hava tez açılır deyənə istəmirsən, durasan, yatmaq istəyirsən, hələ ayıla bilmirsən qış yuxusundan. Ona görə doğrudan da bir bu fəsli dəyişikliklər orqanizmdə belə bir sıçrayışlar verə bilər. Ümumiyyətlə, ginekoloji patologiyalardan hormonal dəyişikliklər insanların psixikasına doğrudan da ciddi təsir göstərir. Məsələn, estrogen hormonlarının çatışmamazlığı nə verə bilər? Depressiya verə bilər, bəzən aqressiya verə bilər. Necə klimakterik sindromda olan xəstələrdə aqressivlik, depressivlik və yaxud da daha çox qocalar üçün xarakter olan köhnə şeylərin yığmağa meyilliyin olması, belə bir şeylər, sümüklərdə ağrının yaranması müşahidə oluna bilər. Düzdür, bəzən mineral çatışmamazlıqları da bunlara gətirib çıxara bilər. Depressiyanın yaranması son illər belə hesab edirəm. Məsələn, Amerikada böyük tədqiqat aparılıb və görülüblər ki, 30% insanlarda D vitamini defisitindən bağlıdır. Bizim çoxumuz günəş yüzü görmürük. Taksidən çıxıb taksiyə minirik və harda çimərliklərdə demək olar ki, elə bir əslində olmaq yaxşı şeydir, amma ola da bilmirik. Bəzən populyarlıqdan, bəzən nədənsə ola da bilmirik. Bəzən orada olan səliqəsizlikdən ola bilmirik. Hamının da imkanı çata bilmir, gedir o bahalı çimərliklərdə olsun. Ona görə bu bizim xalqın bəzi yerlər özəlləşdirir, amma əslində belə deyil. O xalqın çimərliyi olmalıdır. Həqiqətən dünyanın bir çox ölkələrində belədir. Ki, bu da gəlir D vitamini əksiliyindən. Amma o çimərlik sırf xalqa məxsus olan bir şeydir. Məsələn, o insan D vitamini qəbul etməlidir. Hardan almalıdır bu D vitamini? Tək qidadan mı almalıdır D vitamini? Günəş şüasını almalıdır. Ultrabənövşəyi şüalar bizim bədənimizdə o D vitamini sintezini təmin edir. Görün, təbiət özü bizə D vitamini sintezini bəxş edib də. Ancaq onu almaq lazımdır. Bəzən qapalı geyimlər, məsəl üçün, məsələn, dini baxımdan bəzi insanlar ümumiyyətlə məcbur olurlar qapalı geyimlər olsun. Bunlar da D vitamini əskiliyinə gətirib çıxarır. D vitamini, heç olmasa D vitamini zəngin qidaların qəbul edilməsi mütləq deyil. Həmişə onu kənardan hansısa bir dərman preparatının tərkibində qəbul edəsiniz. İnandırım siz ki, bir çox dərman preparatlar var D vitaminlə adında yazılıb, amma heç D vitamini qaldırdığı bir də olmayıbdır. Yəni, belə bir şeylər də olur. Amma D vitamininə alıda olub da, mən D vitaminim əksikdir, məndə çatmaya bilər, və yaxud da mən qara buğdayıyam, məndə D vitamini çoxdur. Əslində bunu anlatmaq lazımdır. Qara buğdayı insanlarda da daha çox D vitamini əskikliyi azalması olur. Təsəvvürsünüz, yəni olur. O baxımdan da D vitamini qanda yoxlanılması olduqca vacibdir. 30-50 arasında olması optimaldır, amma onun çox olması da intoksikasiya verir. Ona görə də çox onu içmək, məsələn, COVID vaxtında hamı da immunitetini artırmaq üçün D vitamini içir. Və yaxud da qandırıcılar, qandırıcılardan istifadə edir. Bəli, qandırıcı, əsassız surətdə də, yəni bu yoxlanılmalıdır, sonra təyin olunmalıdır. Mən bir məqamı istəyirəm dəyərli izləyicənizə qeyd edeyim. Dəyərli izləyicəniz, yaşınızdan asılı olaraq hər birinizin rahatlıqla müraciət
müraciət edəcəyiniz dəyərli ginekoloqumu sizlərə təqdim eləmək istəyirəm ki, 050 562 48 86 aşağıda yazılı qeyd olunur. Elə bayram günlərində də bacardığımız qədər sizlərin keşiyində, qulluğunuzdayıq ki, 24 mart tarixindən inşallah biz işimizin başında olacaq. Rahatlıqla hər birinizi Tətiş Yara Klinikasına dəvət edirik ki, rahatlıqla siz də istər qızlarınızla bağlı, istər ailə qurmuş, o sahibi ola bilməyənlərlə bağlı irəliləyən dəqiqələrdə danışacağıq. Amma sizlər də birbaşa mütəxəssisimizlə əlaqə saxlasanız və ya sosial şəbəkəyə yazsanız daha gözəl olar. Və doktor, mən bir məqama istəyirəm toxunum. Bəzi valideynlər qızlarında, yeniyetmə edimdə, yəni gənc qızlarında menstrual sikl öncəsində qasıq nahiyəsində olan ağrılardan və yaxud da qeyd olunur ki, pelvik ağrıları. Nədir bu ağrılar və necə xarakteristik olunur? Yəni normaldır mı bu cür ağrıların olması hər dəfəsində? Menstruasiya zamanı ağrıların olmasına biz alqodismenoriya deyirik. Onun çox səbəbləri vardır. Yəni bu bir çox xəstəliklərin nəticəsi kimi yarana bilər. Əslində o ayrıca bir diaqnoz kimi deyil də hansısa xəstəliklərin nəticəsi kimi göstərilir və onun səbəbini araşdırmaq lazımdır. İki cür belə qrupa bölürük bu pasiyentləri. Birinci qrup olan pasiyentlər emosional labil qızlardır, cavan qızlardır. Onların ginekoloji orqanlarında heç bir anatomik dəyişikliklər yoxdur. İltihabla bağlı heç bir problem yoxdur. Sadəcə olaraq bir sıra maddələr var ki, orqanizmdə, məsəl üçün prostaglandin maddələrin çoxluğu onlarda ağrının yaranmasına səbəb ola bilər. Bu pasiyentlərdə ilk menstruasiyadan bir il yarım 2 il sonra bu ağrılar başlayır və mütəmadi olaraq davam edir. Hər menstrual sikldə davam edir. Menstruasiyanın bir uzaq başı 2 günə qədər davam edə bilər bu ağrılar. O xəstələrə Voltaren sınağı qoyduqda görürük ki, Voltaren sınağı müsbətdir, deməli ultrasəs müayinə görüntülərində də problem yoxdur, şikayətləri, ifrazat, belə bir problemlər yoxdur və bunu biz normal, əslində normal deyil də, bu yəni ölçü etibarilə, quruluş etibarilə, anatomik görünüş etibarilə normal hesab edəsək də onların müalicə taktikasına bir fərqli yanaşma olur. Belə pasiyentlər çox vaxtı bədənin o harmonik bədən quruluşunu formalaşdırmaq üçün bəzi idman növlərinə ehtiyac duyurlar. Məsəl üçün kankidir, xizəkdir, üzgüçülükdür. Bu harmonik bədən quruluşunun formalaşmasına, bədəndə harmoniyanın yaranmasına kömək edir. Düzdür, bəzən siklik vitamin terapiya da təyin edə bilərik. Çox ağrı olduqda ikinci fazda gestagenlər də təyin edə bilərik. Yenə bu situasiyanı spazmolitiklər təyin edə bilərik menstruasiya vaxtında və s. Və yaxud da qeyri-steroid iltihab əleyhi preparatları şam şəklində təyin edə bilərik. Yəni bu heç bir üzvü dəyişikliyi olmadan, heç bir xəstəlik olmadan baş verən hansısa maddələrin çoxluğundan mı, azlığından mı yaranan bir şeydir. Bəzi alimlər bunu progesteronun ikinci fazda çaşmamazlığı ilə, estrogenlərin üstünlüyü ilə də əlaqələndirirlər. Amma o ki qaldı, deyirsiniz, pelvik ağrılar, məsələn, bu ciddi bir xəstəliklər 30 yaşından sonra anamnezində abortlar olan, fəsadlaşmış doğuşu olan pasiyentlərdə bu ciddi bir xəstəliklərin nəticəsi kimi özünü göstərir. Məsələn, endometrioz xəstəliyi, uşaqlığın selki-altı miomasının deməli, menstruasiya vaxtı belə ağrı verməsi, güclü ağrı verməsi nəticəsi kimi, iltihabi xəstəliklərin kəskinləşməsinin nəticəsi kimi, uşaqlıq daxili spiralların nəticəsi kimi, sonra infantilizm, uşaqlığın inkişaf anomaliyalarının nəticəsi kimi özünü göstərə bilər. Kiçik çanaqda venaların varikoz genəlməsinin nəticəsi kimi, əlaməti kimi özünü göstərə bilər. Göründüyü kimi, hansısa səbəblərdən, çoxsaylı səbəblərdən yarandığı üçün 30 yaşdan yuxarı, yəni deməli, ikinci il alqodismenoriya deyirik, ağrılar başlanılması, onun səbəbi araşdırılmalıdır. Hər dəfə bu pasiyent ağrı kəsici istifadə edilsi deyil ki, hər dəfə bu pasiyent şamlardan istifadə edilsi deyil ki, bu simptomatik müalicədir, əlamətlərin müalicəsidir. Onun kökünə varmaq lazım. Endometriozdursa başqa cür müalicə olunur. Uşaqlığın submukoz miomasısa götürülməlidir. İltihabdırsa iltihabı müalicə etmək lazımdır. Yəni, hərəsinin özünə uyğun əlacı var. Hər dərdin özünə uyğun əlacı var. Deyim, yoxdur, var. Hətta bəzən diaqnostikada çətinlik yarananda biz endoskopik müayinə üsullarını üst tutmuş oluruq. Yəni, histeroskopiya, uşaqlığın içərisinə girib baxılması və yaxud da laparoskopiya, qarın boşluğuna bir dəlik açılaraq qarın boşluğuna baxılması kimi əməliyyatları icra edirik ki, heç olmasa bəlkə gizli formada, hansısa deyilər ki, kiçik formalı endometriozlar adətən qabarıq klinik əlamət verməsələr də ağrı simptomu ilə giririk, görürük ki, bunun altında nələr yatıbmış. Düz. Bir məqama toxunmaq istəyirəm. Bayaq endometriozdan danışdınız. Ümumiyyətlə, niyə endometrioz xəstəliyini bəzən görünməz epidemiya da adlandırırlar? Bu haqda sizcə məhatəli məlumat verəsiniz? Deməli, bu görünmə, bəli, çoxdur. Bu hal-hazırda müasir dövrlərdə çoxdur. Ümumiyyətlə, mən deyərdim ki, endometrioz o qədər ciddi onkoloji problemlər yaratmasa da, amma görün, daima qadında ağrı olur. Bu ağrı onun sinir sistemini tükəndirir və bu sinir sistemi tükənən qadın necə olur? Aqressiv olar da.
Gör, endometrioz necə xəstəlikdir ki, Almaniyada buna ayrıca bir endometrioz mərkəzi açıblar. Böyük bir Azərbaycanda endometrioz mərkəzinin, endometrioz cəmiyyəti fəaliyyət göstərir. Gör, nə qədər onun üzvü var. Hər il dünyanın bir çox ölkələrində, ölkəmizdən alimlər gedib orada mühazirələr oxur və yaxud da xaricdən bura mütəxəssislər gəlir, Almaniyadan xüsusilə mütəxəssislər gəlir, burada deməli mühazirələr oxunur. Bizim həkimlərə mühazirə oxunur. Nəinki mühazirələr oxunur? Video çəkilişlər şəklində aparılan əməliyyatlar göstərilir, canlı əməliyyatlar göstərilir. Görün, nə qədər elimizdə, səhiyyəmizdə inkişaflar var və bu ümumiyyətlə yaxşı bir cəhətdir ki, biz elmin mübadiləsinə aparırıq. Ciddi bir xəstəlikdir. Ağrı, tək ağrı versə nə var idi ki? Ağrı verir, qanaxma verir, menstrual qanamalar verir, xəstəni anemiyaya salır, sonra sonsuzluq verir. Hətta yumurtalığın endometrioması az faiz olsa da bədləşə bilir. Aydındır. Təsəvvür edin, bədləşə bilir. Kiçik çanaqda bitişmə prosesini yaradır, boru peritoneal sonsuzluğu yaradır, yumurtalığın funksiyasını tükəndirir. Təsəvvür edin, yumurtalığın endometriozu, şokolad kistalar deyirsiniz siz. O yumurtalığın endometriozu olan pasientlərdə yumurtalıqlarda oksidativ stres başlayır. Yəni, yumurtalıq toxuması dağılır. Bəzən böyük endometriomalarda o əməliyyat olunub götürülməlidir. Yəni, artıq böyük bir törəmədir, bu götürülməlidir. Amma kiçik olsa belə yumurtalığın rezervini azaldır, imkanlarını azaldır, yumurtalıqların vaxtdan qabaq tükənməsinə səbəb olur. Biz əməliyyat etsək də, etməsək də, endometriozlu pasientlərdə yumurtanın rezervi azalır. Belə pasientlərin maraqlı bir cəhəti və mənim çıxışım olub, beynəlxalq konferansların birində çıxışım oldu ki, endometrioz və sonsuzluq mövzusunda, yumurtalığın endometriozu. Orada çox qeyd elədi ki, sonsuzluq olan pasientlərdə çox rast, yəni araşdırırsan, görürsən ki, endometrioz, bəli, boru peritoneal yumurtalıqlarda endometrioz ocaqlarının olması böyük həcmli, məsələn, ölçüsü 3 sm-dən iri endometriomalar çox vaxt götürülür və götürülsə də endometrioz yumurtanın rezervini azaldır, götürməsən də azaldır. Ona görə endometriozu olan pasientlər, cavan insanlar, mən karyera qururam deyə öz reproduktiv istəkləri gec dövrlərə salmasınlar. Ki, günümüzdə çoxdur. Yəni, mən gec uşaq istəyirəm, mən hələ bu dəqiqə karyera qururam. Çox təəssüflər olsun, son vaxt gənclər arasında bu karyera, biz də karyera qurmuşuq və ailə də qurmuşuq. Biri o birisinə mane olmur. Paraleldə, balansız əgər ailə düzgün formalaşmış ailədir, səni başa düşən, dərk edən ailədirsə, sən elmi və mane olmayacaq. Eynən. Ümumiyyətlə, günümüzdə bu cür hallar çoxdur. Hansı ki, bu, mən düşünürüm, sosial problemlərin tibbə təsiridir və bu da günümüzdə çox aktual problemlərdən biridir. Və bayaq siz bədxassəli problemlərdən danışdınız. Ümumiyyətlə, dünya statistikası, Azərbaycan statistikası da bunu göstərir ki, qadınlarda süd vəzi xərçəngi və daha sonra uşaqlı boynu xərçəngi günümüzdə çox irəli həddədir ki, bunu onkoginekoloqa gedən yol ginekoloji tərəfdən problem olmasa, heç onkoginekoloq qapısı döyməyə ehtiyac qalmayacaq. Düzdürmü? İstəyirəm siz bunu düz deyirəm, təsdiqləyəsiniz. Çünki əgər biz vaxtında profilaktik check-uplardan keçsək, yalnız hamiləlik zamanı, yalnız uşaq dünyaya gətirmək üçün deyil də, adi sıravi vaxtlarda belə biz ginekoloji check-uplardan keçsək, heç onkogenekoloji problemlərə ehtiyac qalmayacaq. Yəni, onkogenekoloji xərçəng törəmələrə ehtiyac qalmayacaq. O mərhələyə keçməyəcək. Bu xüsusda uşaqlı boynu problemlərinin qadınların emosional travmalarla əlaqəsini varmı belə bir əlaqəsi? Elə bir ümumiyyətlə araşdırmalar azdır, dünya üzrə araşdırmalar azdır. Ümumiyyətlə psixoloji vəziyyət, psixoloji status hər şeyə təsir göstərir. Çox. Bütün o deyir tətikləyir, türklər demişkən, bütün nə gizli problemlərin var, hamısını tətikləyir, yəni üzə çıxardır, hamısını provokasiya edir. O baxımdan ümumiyyətlə psixoloji vəziyyətimizin normal olması olduqca önəmlidir. Yəni, bu istər ailədə, istər işdə, biz bəzən deyirik ki, nə eləyək psixoloqa, getmək lazımdır. Valla mən sizə bir söz deyim ki, hər birimizin psixoloqa ehtiyacımız var. Hər birimiz, mən demirəm şizofrenik, amma hər birimiz potensial şizofreniklər doğrudan elədir. Vaxtında üzərə düşməsək ola bilər. Bəli, üstünə düşməsək, bunun müalicəsini aparmasaq, müalicəsi olmasa, heç olmasa bir dəstək olsa, görürsünüz, xarici ölkələrdə hər kəsin, hər ailənin bir psixologu var. Bax, bu stres probleminin qadınların cinsi həyatlarına təsiri günümüzdə yan keçilməyəcək mövzulardandır. Elə istəyəcəm bu sualını səsləndirmək istəyək ki, qadınlarda cinsi istəksizliyin hormonal tərəfləri hansılardır və psixoloji tərəfləri, yəni bunların emosional tərəfləri hansılardır? Məsələn, bu stres faktoru nə verə bilər? Stres
ümumiyyətlə beyin qabığı menstrual siklin tənzimində çox mühüm rol oynayır. Bu özü birinci səviyyədir. Beyin qabığı və ekstrahipotalamik strukturlar. Mən bir misal göstərim. Müharibə dövrünün amenorreyaları. Qadın müharibədə nə qədər stres? Yaxınlarını itirir, qida çatışmamazlığı, uşaqlarımı necə saxlayayım, ay Allah, bu evim bomba partlatdı evimizi. Yəni o qədər streslər yaşayır ki, bu qadın. Bu menstruasiyası kəsilir. Müharibə dövrünün amenorreyaları deyilən bir termin var. Yəni qadın o cür güclü stres keçirir ki, menstruasiyası kəsilir. Yəni vaxtından qabaq klimaksa girir. Bu bir kifayətdir. Sonra və yaxud da bir hansısa bir cavan qız istəyir kiməsə oxşasın. Hansısa bir modelə çox təəssüflər olsun ki, biz kiməsə oxşamaq istəyirik, özümüzü oxşamaq istəmirik. Bu da başqa bir mövzudur. Öz işimizdə özümüzü axtarmaq istəmirik. Ona deyirlər dietik figura, yəni kiməsə oxşamaq istəyir, kiminsə bədəni kimi olmaq istəyir bunun bədəni və bu başlayır qidanı yavaş-yavaş azaltmağa. Bir müddətdən sonra qidadan imtina edir. Buna deyirlər neyrogen anoreksiya. Və belə pasiyentlərdə də beyin qabığı ilə əlaqədar, yəni beyin qabığı əmr verməsə, nə yumurtalıq işləyər, nə hipofiz işləyər, nə digər endokrin vəzlərimiz, hətta digər endokrin vəzlərimiz də işləməz. Çünki o hipofizə gələn əmr beyindən gəlir. Bəli. Və o işləmədiyinə görə bu pasiyentlərdə nə istəsən gözlə, hipotireoz da gözləyə bilərsən, bu pasiyentlərdə menstruasiyanın tam kəsilməsini də gözləyə bilərsən. Bu pasiyentlər nə olur? Bədən çəkisi də itirirlər. Onlarda bədən çəkisi indeksinin 18-dən aşağı düşməsi halları baş verə bilər. Bu da defisitdir, əməli başlı defisitdir. Belə defisit olan yerdə hansı normal hormon sintezindən danışmaq olar? Pi toxuması qadın orqanizmində çox mühüm rol oynayır. Əlbəttə. Yəni o pidə endokrin vəzirlər, endokrin vəzir rol oynayır. Yəni orada estrogenlər yaranır. Estrogenin çatışmamazlığı siz dediyiniz kimi libidonun da azalmasına səbəb ola bilər, menstrual siklin də pozulmasına səbəb ola bilər, menstruasiyanın hətta vaxtdan qabaq kəsilməsinə də səbəb ola bilər. Belə qadınlarda sümük kütləsinin azalması da baş verə bilər. Dərinin gözəlliyi, saçın təravəti, saçın gözəlliyi, əlbəttə estrogen varsa görürsünüz qadınlar necə olur cinsi ilişkədə estrogenin dolu olan qadınlar nə tər olur? Təravətli, gözəl. Saçları gözəl, gür, dırnaqları. Məsələn, o olmayan yerdə, az olan yerdə hansı normal fəaliyyətdən danışmaq olar? Nə cinsi fəaliyyətdən, nə menstrual fəaliyyətdən, nə reproduktiv fəaliyyətdən danışmaq olar? Prolaktin çox olan qadınlarda libidonun azalması müşahidə olunur. Testosteronun çox olan qadınlarda üzrə cinsi istək artsa da, amma digər tərəfdən sonsuzluq yaranır, düşüklər baş verir. Düşüklərin də baş verməsi arzu olunan hamiləlikdir, düşüklə 1, 2, 3, onlarla düşüyü olan pasiyent, o gün 14 dənə düşüyü olan pasiyent gəlir. Depressiyadadır. Ana olmaq istəyir, ana ola bilmir. O qədər problem var ki, o qədər problem var. Tək hormonal problem olsa nə var idi ki? Glukoz 6 fosfat dehidrogenazanın defisiti, bu da nə verir? Parastomol içir, digər dərman preparatları için müəyyən qrup preparatlar var. Onları içəndə qan hemoliz olunur, qaraciyərin üzərinə yük düşür. Gəlin bunun hamiləyini yapar. Aparmaq olar, niyə aparmaq olar? Müəyyən dəqiq bilirsən ki, hansı qrup preparatları təyin etmədən aparmaq olar. Sizin hər zaman dediyiniz bir çox gözəl söz var, onu mən qulağıma sırğa eləmişəm. Deyirsiniz ki, ümumiyyətlə dərdi bilinməyən, yəni 1000 dərd varsa, 1001 də çarə var və ümumiyyətlə diaqnozu qoyulmur. Bəzən dilləri səbəb bilinməyən sonsuzluq. Siz hər zaman sözü təqzib edirsiniz. Deyirsiniz ki, səbəbini tapa bilməyən, peşəkar olmayan mütəxəssis var ki, mən düşünürəm sizin sayənizdə inşallah ki, uşaq sahibi ola bilməyən qalmayacaq. İnşallah hər evdən hər zaman uşaq səsi gəlsin və mən düşünürəm ki, Azərbaycanımıza bayramlar, seyranlar çox gözəl yaşanır, amma bayramlar da hər zaman bizə uşaqlığımızı xatırladır, uşaqlıq dönəmimizi xatırladır ki, hər zaman hər bir kəsin arzusu, qisməti bu bayramda inşallah reallığa qovuşsun. Əgər bizi izləyirsinizsə, demək ki, burada da Allah sizə bir istiqamət verir və əgər hər evdə sonsuzluqdan əziyyət çəkirsinizsə, rahatlıqla bizlə əlaqə saxlayıb Natəvan xanımın qəbullarına yazıla bilərsiniz. 050 562 48 86 doktorumuzun əlaqə nömrəsidir. Çox qısa bir reklam fasiləsinə çıxırıq, fasiləmizə çıxırıq. Fasiləmizdən dərhal sonra isə qaldığımız yerdən davam edəcəyik. Qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edirik. Yeni izləyicilərimizə, yeni qoşulan izləyicilərimizə qeyd etmək istəyirəm ki, qonağımız Azərbaycan Tibb Universitetinin 1-ci mamalıq ginekolog kafedrasının professoru, tibb elmləri doktoru, ginekoloq, endokrinoloq Natəvan xanım Axundovadır və istəyəcəm suallarımızı qaldığımız yerdən davam edək. Bəzən ümumiyyətlə bütün analizlərdə, bütün normativlərdə hər şey normal qaydasında olsa da qadın yenə də hamilə qala bilmir. Buna bəzi hallarda, bəzi ədəbiyyatlarda səbəbi bilinməyən hamiləlik deyilir. Bəzilərində psixoloji sonsuzluq deyilir. Bunun səbəbini istəyəcəm sizdən soruşum. Normativlər əgər qaydasındadırsa, analizlər normal çıxıbsa, bütün kriteriyalar qaydasındadırsa, amma yenə də hamiləlik alınmırsa, bu nə əlaqəlidir? Bilirsiniz nətər, biz yumurtalıqlarda yumurta hüceyrələrinin hansı keyfiyyətdə olduğunu bilmirik.
Hər follikul partlayanda sevinirik ki, bugün follikul partladı, bu qadın hamilə qalma ehtimalı yüksəkdir. Amma yenə də mən bir söz deyim ki, follikulun partlaması %100 hamiləliyin olmasına dəlalət etmir. Follikulun partlaması hallarında 80% hamiləlik baş verirsə, tutaq ki, ideal stimulyasiya eləmirsən, 80% follikul partlayırsa, onlardan 20%, 15-20% ancaq hamilə qalır. Və bu 15-20%-də yarısı çıxdaş olur. Yəni məhv olur. Axı necə ekstrakorporal mayalamada yumurtalar məhv olur, bölünə bilmir. Az bir qism qalır, başa çatır. Onun hansı ki, hətta transfer edəndə də onun hamısı yapışa bilmir. Burada da elə bir şeydir. Deməli, təbii yolla hamilə qalma şansı 10%. Çox azdır. Azdır. Yəni bu 20%-in də yarısı getdi də. Bəli. Amma görürsünüz, bir il müddətində deyir, hamilə qalmırsansa, müntəzəm cinsi fəaliyyət fonunda heç bir kontraseptiv, hamiləlikdən qorunma üsullarından istifadə olunmursa, bunu sonsuzluq hesab edirlər. Yəni, hər şey normaldırsa, sonsuzluğun yaranma səbəbləri, məsələn, boru da keçirsə, spermogramma da normaldırsa, ola bilər immunoloji sonsuzluq olsun. Yəni, spermaya qarşı əks cisimlərin yaranması, uşaqlıq boynunda deməli, bu spermanın keçirisinə mane olan faktorlar ola bilər ki, o faktorlar olsun. Bunu da istisna eləmək üçün bəzi testlər var, o testlərdən istifadə edirlər. Postkoital sınaqlar var, əvvəl postkoital sınaq deyirdilər, sonra Kursrok-Willer sınağından istifadə edirlər. Yəni, müasir dövrdə ümumiyyətlə MAR testlərdən istifadə edirlər. O nə qədər yüksək olursa, onun hamilə qalma ehtimalı azalır. Yəni, görsən, elə gizli məqamlar var. Məsələn, faiz normaldır, əladır, hərəkətli spermanın miqdarı əladır. Amma niyə qalmır? Sən demə, fraqmentasiya olunmuş spermanın sayı çoxalıbdır. Yəni, DNT fraqmentasiya olunmuş. Yəni, bu irsi keçən xəstəlik deyil. Hansısa bir egzogen faktorlardan mı, atada şəkərli diabet mi var, hansısa bir problem, siqaret mi çox çəkir, alkoqol mu çox istifadə edir və hansısa bir işdə, məsələn, professional işlə peşə və zərərləri vardır. Bütün bunlar hamısı spermanın keyfiyyətinə təsir göstərir. Onun DNT-sini bölür, parçalayır, fraqmentasiya edir. Nə qədər o fraqmentasiya olmuş toxumun sayı çoxalırsa, o qadının hamilə qalma şansı azalır və qalırsa da düşüklər, o siz deyirdinizsə gizli düşüklər, yəni spontan düşüklərin baş verməsi yarana bilər. Səssiz düşüklər. Qalmış hamiləliklərin baş verməsi yarana bilər. Yəni, bir də var, doğrudan da elə bir, çox az bir qism pasiyentlər var ki, səbəbi məlum olmayan sonsuzluq, səbəbi məlum olmayan düşüklər ola bilər. Tək orada psixoloji faktorlar deyil, doğrudan da səbəbini araşdırırsan, istəyirsən, aşkara çıxarsan almır. Belə pasiyentlərdə ekstrakorporal mayalama köməyə gəlir. Çünki orada daha keyfiyyətli yumurtalar seçilir. Daha çox bölünməyə məruz qalan və orqanizmdə hazırlayırlar o mühitdə, endometrium əla olan mühitdə. Demək, sonsuzluğun yaranması təcil yumurtaların partlaması ilə idarə olunmur ki, digər faktorlar var. Endometrium keyfiyyətli olmalıdır, sekretor transformasiya olunmalıdır ki, döl yumurtası ora implantasiya olsun, yapışsın. O keyfiyyətsiz olsa, nazik olsa, hansı yapışmadan söhbət gedə bilər. Xəstələrə aparırıq, düşük təhlükəsizlikdən Natıva xanım niyə belə olur, niyə olur? Çünki progesteron çatmır. Progesteron çatışmamazlığı digər hormonların probleminə bağlı ola bilər. Yəni, progesteron öz-özünə çatmır ki, yəni hansı hormon çatmır ki, progesteron çatışmamazlığına gətirib çıxarır. Orqanizm vahid bir sistemdir. Vahid sistemə bir vahid rakusdan baxmaq lazım, vahid pəncərədən baxmaq lazımdır. Mənim qaraciyər xəstəliyim var, bunun nə daxili var sonsuzluğa? Çox da daxili var. Qaraciyər xəstə olan pasiyentlərdə estrogenlər düzgün eliminasiya oluna bilmirlər. Orada sərbəst estrogenlərin sayı çoxalır deyənə problemlər yarana bilir. Yəni, orqanizm digər şeylərdə yoxlamaq lazımdır. Məsələn, pasiyent gəlib deyir ki, mənə stimulyasiyada mən hamiləliyə hazırlaşmaq istəyirəm. Tez mənə hamiləliyə hazırlaş. Baxıram, görüm qaraciyər fermentləri, məsələn, biri 140-dır, biri 150-dir. Hansı hamiləliyə hazırlaşdırım? Hansı hamiləyə? Bu hamiləliyə axıra qədər çatdırmaq lazımdır. Dərman mənşəli intoksikasiya var, hepatitlər var, daha da onu dərinləşdirə bilər problemi. Doktor, bəs ikinci sonsuzluq deyirlər. Birinci uşaq normaldır, qaydasında hər şey normaldır, hamiləlik də normal yekunlaşdı, amma ikinci uşaq olmur. İkinci sonsuzluq diaqnozu deyirlər də, onu deyəsən. Bəli, ikinci sonsuzluğun səbəbi çoxdur. Yəni, yenə birinci sonsuzluğunu yaradırsa, ikinci sonsuzluğu da yarada bilər. Yəni, yumurtalıqların funksiyasının pozulması, endokrin mənşəli problemlə, ovülyasiyanın pozulmasına gətirib çıxaran hansısa bir endokrin faktor ola bilər. Sonra siz deyirsiniz, psixoloji faktorlar ola bilər. Sonra ola bilər, qadın güya iltihab keçirə bilməz ki, məsələn, birinci hamiləlikdən sonra o qədər olub ki, xəstə kesar kəsiyi olub, təsəvvür edin, normal hamilə qalıb. Kesar kəsiyi əməliyyatı olunub. Kesar kəsiyindən 11 il keçib, qadın hamilə qalmır. Soruşursan, nə keçirmirsən?
Kesar kəsiyi haqqında mənə danış. Ondan sonra nə oldu sən? Deyir, Natəvan xanım, kesar kəsiyindən sonra mən peritonit oldum. Mənim çalışdılar uşaqlığımı saxlasınlar, məni doğudan saxladılar, amma mən o qədər ondan sonra dəfələrlə əməliyyatlara girdim. Bu qadının qarın boşluğu bitişmələrin içindədir. Hansı hamiləlikdən danışmaq olar? O, hətta 3-cü, 4-cü dərəcəli bitişmələrdə istəyirlər ki, laparoskopik yolla girsinlər ki, o bitişmələri götürsünlər, mümkün deyil. Orada bağırsaqları zədələyərlər. Yəni, o boşluqlu orqanları, magistral damarları zədələyə bilərlər. Yəni, bunun edilməsi belə təhlükəlidir. Təsəvvür edirsiniz də, ikinci sonsuzluq endometrioz səbəbindən yarana bilməzmi ki, sonradan qadında? Məsələn, kesar kəsiyi əməliyyatından sonra o qədər qadınlarda endometrioz xəstəliyi yaranır ki, adenomiyoz yaranır, yumurtalının endometriozu, kiçik çanaq peritonu endometriozu yarana bilər. Bu da ikinci sonsuzluğun yaranmasına səbəb olar. Yəni, ikinci sonsuzluğun düzdür, səbəbləri birinci sonsuzluqdan da çoxdur. Amma yenə də burada boru peritoneal faktor da ola bilər, immunoloji faktor da ola bilər, burada ən çox endokrin faktor ola bilər. Məsələn, polikistoz yumurtaqlar sindromu olan pasiyentlər çox həm birincili, həm ikincili, çox birincili, amma həm də ikincili sonsuzluqla üzləşə bilirlər. Məsələn, pasiyent gəlib deyir ki, Natəvan xanım, mən deməli 7 ildə uşağı olmur. Bu 7 ildə buna bir dəfə vaginal güzgü ilə baxılmayıb ki, bunun uşaqlıq yolunun vəziyyəti nə yerdədir? Təsəvvür edirsiniz ki, anomaliyadır. Anomaliya, anadan gəlmə inkişaf anomaliyasıdır. Deməli, uşaqlıq boynu yoxdur. Sanki uşaqlıq birbaşa uşaqlıq yolu uşaqlığın içinə açılır. Balaca bir dəliklə. Təsəvvür edirsiniz, 2 ildə də menstruasiyası olmur, aminariyadır qadında. Yoxlayırıq prolaktin çox. Baxırıq, görürük bunun başında hipofizdə törəmə var, şiş var. Düzdür, xoş xassəli olsa da törəmədir də. Adenomadır, mikroadenomadır. Sonra bu pasiyentin digər endokrin problemi, zobunda, qalxana bənzər vəzində problem var. Bunu müalicə edəndən sonra prolaktin normallaşırsa qadın özü spontan hamilə qalır. Ümumiyyətlə zob tiroid probleminin hamiləliyə təsiri? Yəni belə olduğu təqdirdə hamilə qalmağa təsiri var. Hətta hamiləliyi irəliləməyə. Hətta hamiləliyin irəliləməsinə maneçiliyi var. İnkişafdan qalmış hamiləliklərə yaxşı variantda əgər uşaq inkişaf edirsə, uşağın sinir sisteminin, zehni fəaliyyətinin problemlərinə gətirib çıxara bilər. Sümük əzələ sistemi deformasiyasına gətirib çıxara bilər. Məsəl üçün, mən hər dəfə deyirəm, məsələn, qalxana bənzər vəzin funksiyasının yoxlanması rutin müayinə üsulu olmalıdır. Glukozanın hamilənin erkən müddətlərində və qalxana bənzər vəzin funksiyasının yoxlanması rutin. Yəni, hamıya, başdan tutma, hamıya, ilk müraciət edən xəstələri hamısından yoxlanmaq lazımdır. Onun gec yoxlanmasının heç bir praktik əhəmiyyəti yoxdur. Hamilənin erkən müddətlərində TSH-ı yoxlayırıq, görürük ki, azdır və yaxud da çoxdur. Çox olanda qalxana bənzər vəzin funksiyasının zəif olmasını fikirləşirik. Məsəl üçün, 4,5 deyib, yox, sənə müalicə lazımdır, əslində müalicə lazımdır. Yəni, o normada hamilə üçün birinci, ikinci trimestrdə 1 ilə 2,5 arasında olmalıdır. Hamilənin 3-cü trimestrində isə 3-ə qədər normal buraxıla bilər. Yəni, bu pasiyent nə almalıdır? Tiroid preparat almalıdır. Əlbəttə. Bu tiroid preparatı kiçik dozada olsa da almalıdır. Yəni, zob problemləri çəkənlər daha da ehtiyatlı olmalıdır. Bəli, uşağın sinir sistemi formalaşır, nevroloji kretinizm yaradır o. Sonra nə qədər istəyirsən... Sonra da deyirik ki, bu qədər autistik uşaqlar harada? Bəli, autizm yarana bilər. Autizm təkcə, deyir, hamiləlikdə nəsə keçirmirsən autizm. Bəs hamiləlikdə nəsə keçirmirsən, düzdür, hamiləlik nə qədər idarə etsən də, autizm səbəbi sən tək hamilənin uğurla nəticələnməsi deyil. Genetika da ola bilər. Genetika ola bilər, hansısa ağır metal zəhərlənməsi ola bilər. Həyatın sonraki illərində, məsələn, doğulduqdan sonra nəsə problem ola bilər. Həyatın ilk bir ilində uşaq bir gözəl binadır, onu tikmək lazımdır. Uşağı həyatın ilk bir ilində bünövrəsini yaxşı qoymaq lazımdır. Düzgün qidalandırmaq, hər nə gəldi şirinçay yedirmək lazımdır. Uşaq ilk 6 ayda heç ana südündən başqa heç nə almamalıdır. Heç su da almamalıdır. Ana südünün içində su var da. Eynən, elə 90% su. Normal qidalandır, hər şeyi alacaqsın. Mən bir məqamı istəyirəm qeyd edeyim. Növbəti ünvanlayacağım sual əminəm ki, orta yaşlı və yaşlı nəsil nümayəndələri olan xanımların ünvanlamaq istədiyi bir sualdır. Menopauza dövrü, klimakterik dövr. Niyə bu dövrdən insanlar, daha doğrusu xanımlar biraz daha çox qorxurlarmı deyim, çəkinirlərmi deyim? Bir xof var sanki insanların beynində bu menopauza, klimakterik dövrünə bağlı və niyə bəzi insanlar klimaksa girərkən çox ağır, çox belə faciəvi, sosial həyatına təsir edəcəyi qədər ağır keçirdilər. Bəziləri isə normal həyatlarına qaldığı yerdən davam edir. Mən həmişə deyirəm, ağ gün ağardar, qara gün qaraldar. Ağ gün keçirən qadınlar, həyatı xoş keçən, bütün hər şeylə təmin olmuş qadınların bir çoxları klimaksa çox asan keçirirlər. Çox, necə deyirlər, mülayim sürətdə klimaksa daxil olurlar. Özlərinə heç bir şeyi, mənfi negativləri yaxın qoymayan qadınlar, həmişə pozitiv düşüncəli olan qadınlar klimaksa çox asan girirlər. Və 10% qadınlar var ki, çox asanlıq. Amma bəzi qadınlar bunu çox abartılı şəkildə
deməli, depressiya ilə, aqressiya ilə, isti gəlmə ilə, vegetativ damar əlamətləri ilə, urogenital simptomla təsəvvür edin ki, bu sidiyə gedir, elə bilir ki, sidik qalır sidikliyində və sidik hissəsində ağrıların yaranması. Çünki estrogenlər vacibli bir şeylərdir. Estrogenlər o urogenital traktın divarının, mən deyəlim, qidalanmasında iştirak edir. Hətta belə qadınlara bəzən biz problemlə üzləşirlərsə, sinil kolpit deyirik, üzləşirlərsə, onlara yerli olaraq, əgər uşaqlı boyunda problem yoxdursa, şiş xəstəlikləri, estrogendən asılı şiş xəstəlikləri yoxdursa, bu qadınlara yerli olaraq kalpatrop effekti olan estrogen preparatları ya maz şəklində, ya tabletka şəklində təyin edirlər ki, o quruluqmu, bu sistalgiya, sidik hissəsində ağrının mı olması yaranmasın və çox vaxt müsbət effekt verir. Məsələn, mənə bir pasiyent müraciət etmişdi. Deməli, tələbəmizin anası idi. Qadın da bütün də nə qədər uroloqlara getmişdi, nə qədər bu hətta sistoskopiyada olunmuşdu. Sidiyə gedəndə qan gedirdi. Öz ağrı ilə. Və bu xəstəni gətirdi. Dedi, mənə sistoskopiyada olundu. Hər şey almışam, nə qədər antibiotik almışam. Sidiyə əkilməyə verdik. Sidiyin dinamikanı izləmək üçün çox maraqlı bir şeydir. Qadın gəlirdi, sidiyin yığırdıq və şəklini çəkirdi ki, ilk gəlişdə belə olubdu. Həqiqətən bulanıq heç görünmürdü. Deməli, sidiyin rəngi bilinmirdi, nə rəngdədir. Və bu qadına başladıq. Mən həm də antiqotoksik terapiya ilə də məşğulam. Və yerli olaraq deməli, şamları, estrogen tərkibli şam təyin elədik. Amma bu şərtlə ki, vəziyyəti tam dəyərləndirəndən sonra, digər funksiyaları nəzarət edəndən sonra, çünki əlavə təsirlər meydana çıxmasın. Hər dəfə qadın gəlir ki, günün ağ olsun, o biri gün gəlir, günün ağ olsun, günün ağ olsun. Axırda sidik rəngi əməli başda sapsarı oldu. Qadın şoka düşüb ki, mən nə qədər sidik hissəmə görə getmədiyim mütəxəssislər qalmadı. Uroloqlar qalmadı. Bəs bu nədir? Dedim, çünki sənin estrogenlərin olmayıb da, sənin yumurtalıqların vaxtdan qabaq götürülübdür, uşaqların vaxtdan qabaq götürülüb. Hormonların düzgün çalışmır. Sən estrogenlərin çatmadığına görə o selektiv qişan nazilibdir. Sən də hər dəfə antibiotik qəbul etdikcə, onu bərpa etmək əvəzinə, regenerasiya etmək əvəzinə daha da onun tükəndirmisən funksiyasını və buna görə də son nəticədə divar nazili. Məsələn, mənim özüm aspirin içəndə bir də görsən burun qanamam verir. Niyə verir? Çünki məndə allergik rinit var. O selektiv qişan nazili. Məsələn, ona görə yox ki, mənim qanım durudur. Yox, qatıdır əslində. Yaş faktoruma görə də qatıdır. Amma mən onu içəndə mən də görürəm ki, burun qanaması verir. Mən görürəm də bunu burun qanaması. Yəni, selektiv qişanı nəsə bərpa etməliyəm. Eynən. Düzdürmü? Eynən, eynən. Burada da elə bir şeydir. Buna estrogen preparatı, yenə deyirəm, göstəriş əsasında təyin olundu və qadında müsbət dinamika oldu. Ümumiyyətlə, biz həyatımızın 1/3 hissəsini 30%-ni klimakterik dövrdə, yəni postmenopauzal dövrdə keçiririk. Bu dövrdə mütləqdir biz ancaq nəvələrimizə baxaq, ancaq kiminsə uşağına baxaq. Bu dövrdə yoldaşımızla bərabər əgər dünyanı gəzərik də, biz də özümüz üçün yaşayarıq da, axı biz də insanıq. Ona görə də o dövrü də mənalı keçirilməsi, həm də sağlam keçirilməsi olduqca önəmlidir. Bu dövrdən bir də niyə qorxurlar? Bu dövrdə onkoloji xəstəliklərə meyilli olur. Bunun qabağını almaq üçün də qadınlar 6 aydan bir postmenopauza dövründə müayinədən keçməlidirlər. Bu sadə bir şeydir. Ən azı UZI və ginekoloji kresloya çıxmaq kifayət edir. Bəli, profilaktik check-uplardan keçmək. Demirəm, bütün analizlər yoxlamaq rutin olaraq lazım deyil. Onsuz da hansısa bir yerimiz ağrında gedib bir qanun ümumi analizini veririk. Amma bunun... Amma ildə bir dəfə o... Risk qrupasına aid olan pasiyentlər ildə 2 dəfə, risk qrupasına aid olmayan pasiyentlər ildə 1 dəfə postmenopauza siz deyirsiniz də, bizə ki, risk qrupunda biz ildə bir dəfə bəs eləyir. Hətta mən belə bir şey var ki... Mən hələ ki, ildə bir dəfə çağırırım. Postmenopauzal dövrdə də uşaqlı boynu xərçəngi yarana bilər. Belə qadınlar əvvəlki pap yaxma nəşləri normaldırsa, 3 ildən bir pap yaxma verə bilərlər. Bəli. Yəni, bunlar da yenə rutin müayinəyə cəlb ümumiyyətlə, pap smear testləri və yaxud da hər hansısa bir profilaktik check-uplar bizi gələcək olan təhlükələrdən qoruyur. Dəyərli xanımlar, yaşımızdan, harada yaşamağımızdan, harada işləməyimizdən asılı olaraq hər zaman mənim dediyim bir məqam var ki, tibbi təhsilimiz olmaya bilər, amma tibbi maariflənməmiz hər zaman mükəmməl səviyyədə olmalı. Çünki hər birimiz orqanizmimiz canlı orqanizmi və hər birimiz yaşayırıqsa, həyatda yaxud nəfəs alırıqsa, bu demək ki, risk qrupunda. Riskləri də aradan qaldırmaq üçün nə qədər çox maarifli və profilaktik check-uplara keçsə, yəni heç bir problemimiz yoxdur, amma gedirik hər ehtimala qarşı ki, Natəvan xanım bizə desin ki, heç bir problemi yoxdur. Mən azından ildə bir dəfə bunu belə eləyirəm. Yenidən inşallah, desin, apreldə gəlmişdim. Yenidən gələn ay yenidən gedəcəm, qapısını döyəcəm Natəvan xanım və profilaktik check-uplardan keçəcəm. Çünki həqiqətən də dilləri bəzən ki, dediyini elə, elədiyini eləmə. Mən artıq elədiyinizi eləyirəm sizin ki, qoy sağlam olaq, qoy sağlamızın keşiyində qalaq. Sağlamlıq sizə əmanətdir. Mən ətrafımda kifayət qədər çox saylı ginekoloqlar tanıyıram, endokrinoloqlar tanıyıram, amma mən hər zaman bunu dönə-dönə qeyd edirəm. İstər
televiziya məkanlarında, istər bütün dostlarımız sizin yanınıza gəlməyindən də təxmin eləmiş olarsınız ki, həqiqətən də bir insanı tövsiyə etmək çox böyük məsuliyyətdir. Hələ milyonların qarşısında bu bayram günlərində bu qədər əminliklə demək çox böyük bir məsuliyyət ki, bu məsuliyyətin altında mən öz əlimi qoyuram. Çünki Natəvan xanımı uzun illərdir tanıyıram və istər işinin peşəkarlığına, istər xanım xatınlığına, istər xarakterinə və humanistliyinə bələd olduğum üçün deyirəm ki, dəyərli izləyəcəyimiz, hər biriniz rahatlıqla Natəvan xanımın qəbullarına gedin, yararlanın. Çünki onun bizə yox, bizim ona ehtiyacımız var. Onun biz pasiyentlərə yox, bizim ona ehtiyacımız var. Həqiqətən də Allah sizi var eləsin, doktor. Biz sizi çox istəyirik. Düşünürəm ki, Azərbaycan səhiyyəsinin sizə çox ehtiyacı var. Sizin kimi dəyərli professorumuza bizim çox ehtiyacımız var və ən əsası xalqımızın sizə ehtiyacı var. Azərbaycan səhiyyəsindən də əlavə bizim sizə ehtiyacımız var. Dəyərləndirdiyiniz üçün minnətdaram. Həqiqətən belə sözlər mənə həqiqətən kövrəldir bəzən. Həm də qürur duyuram ki, şükür Allaha ki, Allah mənə bu elmi verib və mən o elmlə xalqıma xidmət edə bilirəm. Az da olsa özümə düşən payı, üzərimə düşən payı layiqincə yerinə yetirə bilirəm. Hər bir körpə gülüşü, hər bir qadının sevinci mənim üçün necə deyərəm, əvəzsiz bir hədiyyədir. Əvəzsiz bir hədiyyədir. Siz inandırırsınız, inandırım ki, bu yaxınlarda bizim ağır bir xəstəmiz əməliyyat olundu. Mən öz əzizlərimdə o həyəcanı keçirməmişdim, amma mən orada keçirdim. Siz təsəvvür eləyin də. Şükür Allaha, bugün bu şalı o xanım mənə gətiribdir, 8 mart hədiyyəsi kimi. Mən ona təşəkkürümü bildirirəm. Çox gözəl yaraşırsınız. O anası ilə bərabər, ana və bala sağ-salamat qurtardılar o cür ağır bir patologiya ilə. Mən onlara çox sevirəm və elə pasiyentlərimə həmişə qayğı göstərirəm. Ümumiyyətlə, belə bir, məsələn, bəziləri üçün bəlkə bu dəyərsiz ola bilər. Mənim üçün çox dəyərlidir. Təxmin edirəm. Çox dəyərlidir, həqiqətən. Və mən doğrudan da belə pasiyentlərimlə qürur duyuram ki, şükür Allaha ki, yaxşı qurtardı. Onlar da sizlə qürur duyurlar. Çünki həqiqətən mən düşünürəm ki, hər birimizin bir ginekoloq olmalıdır. Bu Natəvan xanım olsa daha yaxşı olar. Çünki daha düzgün istiqamət sizə göstərəcək. Saatdan asılı olaraq bütün pasiyentlərin hər zaman qulluğunda olan dəyərli Natəvan xanım Axundova çox dərin təşəkkür edirəm sizə. İnşallah ömrünüz hər zaman yaz-bahar olsun, bahar təravətli olsun. İnşallah ürəyinizdəki istər karyeranızla bağlı. Çünki bilirəm ki, günü bu gün də siz olduğunuz zirvəni hələ də bəyənmirsiniz, hələ də dünənki özünüzlə mübarizə aparırsınız və hələ də özünüzlə sağlam rəqabətdə daha da irəli getmək istəyirsiniz, daha da irəli getməyə can atırsınız və daha da Azərbaycan səhiyyəsinə yararlı olmağa çalışırsınız. İnşallah bu yazda sizin bütün arzularınızın hər biri həyata keçər. Biz sizi ən qısa zamanda əməkdar həkim görmək istəyirik. Çünki siz bu ada layiqsiniz. İnşallah öz həyatınızda, şəxsi həyatınızda arzularınızın hər biri bu yaz mövsümündə gerçək olsun inşallah. Təşəkkürümüzü bildiririk, dərsimizi qəbul edib gəldiyiniz üçün və dəyərli izləyicilər, sizlər də izlədiyiniz üçün təşəkkür edirik. Sizlərə istiqamətlənəcəyiniz bir ünvan var ki, 050 562 48 86 sizin əlaqə nömrənizdir. Əlaqə saxlayın, rahatlıqla müraciətlərinizi eləyin ki, ölkə üzrə ən tələbatlı ginekoloq, endokrinoloq, Azərbaycan Tibb Universitetinin 1-ci İmam Ginekolog kafedrasının professoru, tibb elmləri doktoru Natəvan xanım Axundova bizim bayram buraxılışımızın, özəl buraxılışımızın qonağı oldu. Belə deyək, bugünkü proqramımız bu qədər. Sabah inşallah yenidən sizlərin qarşısında olacaq. Özünüzdən müğayət olun və sağlamlığınızı çox da geriyə atmayın. Hər zaman sağlamlığınızdan müğayət olun. Xudahafiz.